Salam dəyərli abituriyentlər. Bugün 20 noyabrda Güvən nəşriyyatının sınaq imtahanları keçirilmişdir. Sınaq 5, 11-ci sinif 3-cü qrup suallarına baxacaq. Hal-hazırda Azərbaycan suallarını izah edirəm və bir qədər, sürətli bir şəkildə, sadəcə cavablar üzərindən izahlar verəcəm ki, şagirdlər üçün çox da, yorucu olmasınlar və rahat şəkildə yoxlasınlar. Vaxt itirmədən birbaşa suallara keçək. Birinci sualımız, nümunələrlə bağlı uyğun fikirləri müəyyən edin. Birbaşa buradan cavaba baxaq. Kainat nə möhtəşəm, təbiət nə gözəl, həyat nə dadlı, insan nə bəxtiyardır cümləsində həm ümumi, həm də xüsusi isim işlənmişdir. Burada diqqət etsək, kainat, təbiət, həyat, insan, bunlar nitq hissəsi olaraq isimdir, amma fikir versək burada həm ümumi, həm də xüsusi isim demişdir. Yəni burada xüsusi bir isim işlənməmişdir. Ona görə də yanlış yazdığına görə biz bunu doğru götürəcəyik. Üçüncüyə baxaq. Aldadır bəşəri yalan vədələr, haqdan, ədalətdən yoxdur bir əsər misralarında ismin içi 3 müxtəlif halında olan sözlər işlənmişdir. Bəşəri, burada təsirli hal, vədələr, yəni adlı hal, haqdan, ədalətdən, bu da dandən, çıxışlı hal. Deməli, burada diqqət eləsək, haqdan, ədalətdən, haqdan, ədalətdən, bunlar çıxışlı hal, bəşəri, təsirli hal, yalan vədələr də, bu da adlı hal. Yəni, 3 müxtəlif halda olan sözlər işlənmişdir, bunu doğru götürürük. Dördüncü suala baxaq. Burada yazıb cümləsində, yəni bu cümlədə sadə say və düzəltmə sifətinin birləşməsinə əmələ gələn mürəkkəb sifət işlənmişdir. Burada 10 illik musiqi, diqqət eləsək bir tərəfində 10 say, o bir tərəfində isə illik, yəni düzəltmə söz işlənmişdir. Cavab 2, 3, 4, C variantı. Bir başqa bir 5-də izah edeyim. Burada qaranlıq bir şey qalmasın. Qarı bu qoca müəllimi çox yaxşı tanıyırdı. Burada qoca sifət müəllim təsirli yada olan isimdir. Sadəcə sifət təsirli yada olan ismə aiddir, amma yanlış yazıb. Əslində bu doğruydu. Yanlış olduğuna görə artıq bunu 5-ə götürməyəcəyik. Cavab C variantı. İkinci sualı birbaşa izah edək. Sözlərin hamısı düzgün yazılmışdı. Elə birbaşa buradan izaha keçsək, D variantına baxaq. Trigonometriya, yəni onu A kimi desək də yazılışda o kimi yazılır. Uvertura, üzükvari. Deməli, burada digər sözlərə bir dənə sürətli bir şəkildə baxsaq, məsəl üçün tomografiya O-la yazılmalıdır burada. Sonra silagizm yazıb O-la yazılmalıdır. Təşkilatda G-la yazılmalıdır. Təşkilat. Təskinlikdə də Q-la yazılmalıdır. Cavab D variantı. Üçüncü suala baxsaq, hansı rəqəmlər yeri dəyişirsə uyğunluq bərpa oluna bilər? Orada, bəzən vaxt itkisinin qabağını almaq üçün variantlara da baxıb qısa izah vermək olar. Məsələn, aydınlığa, kütləvi anlaşıqlığa, təsirliyə xüsusi diqqət yetirilir. Bu, publistik üsluba aiddir, 2. Ona görə burada elə 2-ni çıxsaq, fikir versəz, məsələn, elə variant çıxır. Amma hər bir halda bir dənə sürətli bir şəkildə izah edək. Ədəbi dilin normalarına riayət olunması tələb olunur. Bu ortaqdır, yəni bədii və publistik üsluba aiddir. Mücərrəd obrazlıqdan istifadə olunmur. Bu bədii üsluba, belə deyim də, mücərrəd obrazlıq bədii üsluba aiddir. Amma obrazlıqdan istifadə olunmur. Bu artıq publistik üsluba aiddir. 1-5. 4-6-ya baxaq. Funksional üslublar sisteminə aiddir. Bu ortaq olacaq. Ədəbi dil tarixində həmişə aparıcı üslub olmuşdur. Bu isə bədii üsluba aid olacaq. 1-5, 4-6 C variantı. Verilmiş cümlələrdəki sifətlərlə bağlı ardıcıllığı müəyyən edin. Burada diqqət etsək, keyfiyyət bildirən sadə sifət, məsələn, mehriban, yəni quruluş da sadədir. Keyfiyyət bildirən düzəltmə sifət, məsəl üçün, çalışmaqdan, çalışqan. Bura gedəcək 3, bura gedəcək çalışqan 1. Əlamət bildirən mürəkkəb sifət işlənmişdir. Bəstə boylu, çatma qaşlı. Burada gördüyümüz kimi 2 dənə sözdür və ilk baxışdan görürük. Yəni balaca boy, bəstə boy. Bu da 2-yə gedəcək. Yəni əlamət bildirir. 3, 1, 2, Y variantı.
5-ci sualda bəndlərdən birində sifət işlənməmişdir. A variantında qocanı çıxa bilərik. B variantında ətirli necə? C variantında qalını çıxırıq. D variantında ümumiyyətlə yəni qoçaq, dəliqanlı necə? Qoçaq. Amma bu gülüş nə? Gülüş yamanca dəydi. Burada özündən sonra hərəkət var. Bu sifət olmayacaq. Dala da baxmadı o hikkəsindən. Yəni burada sifət yoxdur. Y variantı. 6-cı sualda sifətlərlə bağlı ortaq xüsusiyyətidir. Köhnə, yəni sadədir, təzə, sadədir, yaxşı, sadədir. Yəni ki, köhnə, təzə, yaxşı. Bunlar hamısı quruluşca sadədir. B variantı. 7-ci sualda diqqət etsək, deməli, verilmiş xüsusiyyətlərdən hər üçün aid olduğu cümləni müəyyənləşdirin. Burada B variantı olacaq. Otaq, otaqdan, yəni qıqdan sonra samit gəlib, X tələffüzdə. Uşaq sevinci, yəni uşağın sevinci. Mayanın boynunu, bu isə, yəni burada qeyri-müəyyən yerlik halda ın gizlənib. Burada Mayanın boynunu müəyyən yerlikdir, ın şəkilçisi var. Bir də boynunu, yəni İnsanla bağlı olan, məsəl üçün, üzvlərdə, tutaq ki, beyin, insanla bağlı, yəni burun. Bunlarda, məsəl üçün, mənsubət artıranda sahib düşür boynunu. Yəni, mənsubə şəkilçisi qəbul etdiyinə görə söz kökündəki qapalı saiti düşmüş söz işlənmişdir. Yəni, B variantı götürüləcək burada. 8-ci sualda, burada cədvələ əsasən uyğunluğu deyir. Ceyran sürüsünü çəkdi uzağa, uçuşub bağlara doldu turacılar. Burada sürüsü, sü mənsubiyyət, sürüsünü, bu isə təsirlik. Yəni, mənsubə şəkilçili söz eyni zamanda təsirli hal şəkilçisini qəbul etmişdir. 2-ni götürürük. 3-cüyə baxaq. Qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir. 2-ci cümləyə aiddir bu təbii ki. Burada diqqətlə baxsaq, könlüm aşaraq, ofçu könlüm dağlar aşaraq, asta gedib, ağır gəzib, ellər dolanır, elləri dolanır. Burada qeyri-müəyyən təsirli hal var. Sonra ortaq xüsusiyyətdə sifətin sualına cavab verən isim işlənmişdir. Ofçu könlüm, yəni burada ofçu könlüm. Hansı könlüm, necə könlüm? Yəni sifətin sualına cavab verir, amma ofçu biz bilirik ki, ayrılıqda isimdir. 2, 3, 4. 5-ci nəyə götürməliyik? Çünki 2-ci cümlədəki cəm şəkilçisi adlıq yox, təsirli haldadır. Elləri dolanır, dağları aşaraq. Bunlar təsirli haldır. Ona görə adlıq olmadığına görə 5-i götürmürük. 2, 3, 4. 9-cu sualda frazeoloji birləşmə işlənməmişdir. Məsəl üçün, burada can vermək var. A variantını çıxa bilərik. Sonra lərzə salmaq, can vermək. Bunları çıxsaq, diqqətlə baxaq. Məsələn, D variantında ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halında idi. Bu cümlədə frazeoloji birləşmə yoxdur. Məsələn, burada xəbər vermək var, bunu çıxa bilərik. D variantı. 10-cu sualda cavab A variantı olacaq, çünki numerativ söz deyil. Burada diqqət eləsək, məsəl üçün, numerativ söz sayla ismin arasında işlənir. 2 paltar, 2 dəst paltar, 1 otaq, 1 göz otaq, 1 dür, 1 damcıdır, 2 odun, 2 maşın odun. Amma 1 taxıl dənəsi, yəni burada sayla ismin arasında numerativ söz girməyib. A variantı. 11-ci sualda cədvələ əsasən uyğun bəndi müəyyənləşdirin. Diqqət eləsək, burada yanlış doğruya əsasən diqqət edin. Məsəl üçün, bir dənəsini nümunə kimi deyim. Kitabı sözü adlı haldadırsa xəbərli şəkilçisini qəbul edə bilər. Bəli, tutaq ki, onun kitabıdır. Kitabıdır. Olur da bu. Yəni, amma götür bura yanlış yazıb. Axı, doğrudur bu. Ona görə A-nı çıxırıq. Birbaşa varianta gedək, yəni birini nümunə kimi dedim ki, sualı diqqətlə işləmək lazımdır. Y variantı, xalıya sözün yazılışını 2 cür düşünmək olar, doğru yazıb. Bəli, biri var xala, yəni ananın bacısı xalaya, biri də var ki, xalıya, xalçı, xalası, xalıya. Burada isə yəni 2 cür yazıla bilir. Cavab Y variantı. Bu suala diqqət eləsək, mənsubiyyətə görə dəyişəndə bitişdirici samt işlənməsi baxımından fərqlidir. Mövqeyim, mənbəyim, mənafeyim, taleyim, amma daimdə bir dənə mu artırırıq. Yəni, orada təzdən yım demirik, yəni bir dənə sadəcə mu deyirik. Cavab D variantı. 13-cü sualda öncədən variantı işarələyim ki, şagirdlər sürətli bir şəkildə yoxlasınlar, sürətli bir şəkildə də izah verək. İsmi xüsusiyyətini qəbul etmişdir. Burada uşaqların çoxu, bu çox sözü,
Sonra yəni 1-ə B gedəcək. 2-də C-dir baxaq. Yüzlərlə saydır, qoca isə burada sifətdir. Yəni burada diqqət eləsək yazmışdı ki, ismi xüsusiyyətini qəbul etmiş sifətə aiddir. 1B, 2C, 3-ə baxaq. Öz sualı ilə yanaşı sifətin hansı sualına cavab verir? Bilirik ki, sıra sayının sualları neçənci və hansıdır. Ona görə 3-ə, yəni axırıncı E variantı gedəcək. Bir də 4-cüyə baxaq. Aid olduğu ismin hər zaman cəm şəkildə seçilməsini tələb edir. Bu isə bir çox görkəmli şəxsiyyətlərin bir çox bir sıra olanda burada da isim cəmdə olur. C variantı. Bu sualda böyük ehtimal ki, variantlara baxdım mən. Yəqin ki, bu çap xətasıdır, elə düşünürəm. Yəni xırda bir səhv kimi, yəqin ki, burada çap səhv olub. Çünki bir dənə uyğun variant burada baxıram ki, A variantı gedir. Dəfinə, bəyanat, zəfəran. Yəqin ki, burada A olmalıymış. Bəlkə də çapda yəni düşməyib. Çünki o biləndə məsələn fauna, sonra hazırlıqlı yazıb. Yəqin ki, bu da çap səhvidir. Hazırlıqlı olmalıydı. Cümhuriyyətdə də Y nədənsə düşməyib. Yəqin ki, bu sualda biraz variantlarda çap səhvlər olub. Belə düşünürəm. Cümhuriyyət, hazırlıqlı, fauna. Yəni burada uzanma yoxdur. Ətriyyat, burada da uzanma yoxdur. Sadəcə bir dənə uyğun variant A gedir. Burada zəfərən yazıb. Yəqin ki, zəfəran olmalıymış. Yəqin ki, A variantı olacaq. Çünki o biri variantlarda ümumiyyətlə cavab çıxmırdı. Bu suala diqqət eləyək. Verilmiş birləşməlerdəki birinci sözün son samitinin tələffüzünə əsasən məntiqi ardıcıllığı. Diqqət etsək, özündən sonra sait gələndə Q, Y-yə çevrilir. Samit gələndə İ xüsusi xışdırıq. Çürük almada sait gəlib Y olacaq. Diqqətlə baxaq bura. Deməli, variantlarda bax, sait, samit, sait. Demək, samit gələn seçməliyik. Çörək zavodu D variantı. Yəni, burada da İ xüsusini verəcək xışdırıq. Amma bunlarda, məsələn, ağrı, ətri, almaq, iş, bunlar saitlə başlayıb da. Yəni, burada 4-ündə də eynidir. Bunları götürməyəcək. D variantı. 16-cı sualda diqqət etsək, burada uzun və gödək, ümumi qrammatik mənasına görə əlamət və keyfiyyət bildirir. Diqqət eləyək burada, yəni A variantı doğrudur. Uzun və gödək. Sonra, bizdən yanlışı soruşur. Məsələn, çıxışlıq halda olan isim konkretdir yazıb. Gəlin baxaq, ağacdan. Yəni, bu ağacı görürük deyin, adi gözlə görsənir. Amma Y variantına baxaq. Mənsubə şəkilsi qəbul etdiyi üçün söz kökündəki saitini itirmiş söz var. Burada, yəni ömrün sözünə işarə verilib, amma burada ömrün günləri, günləri mənsubiyyət, ömrün günləri, bu isə yiyəlik. Yəni, yiyəliyə görə düşüb, mənsubiyyətə görə yox, Y variantı. 17-ci sualda A variantı olacaq. Sürətli şəkildə izah edək. Təsirli hal şəkilsi qəbul etmiş mücərrəd isimdir. Sirri, sirrini. 2 dənə I var. Birincisi mənsubiyyət, ikincisi təsirli hal. Yəni, bir doğrudur, doğrunun altından. Mənsubə şəkilsi qəbul etmişdir. Bəli, sir, sirri, sirrini. 3 də doğrudur, amma yanlışın altında olduğuna görə bunu götürməyəcəyik. Variantlardan 3-ü çıxırıq. Böyüklük sözünə baxaq, yəni kvadrat olan işarədə böyüklük əlaməti böyüklüyün əlaməti. Bu təhsil, üzr istəyirəm, yiyəlik haldır, böyüklüyün əlaməti. Amma burada adlıq yazıb, yəni bunu götürməyəcəyik. Çünki doğrunun altından doğru seçməliyik. Yanlışa baxaq, biz bilirik ki, ən sonuncu leksik şəkilsini çıxardıb sonra baxırıq. Yəni burada düzdür, sözün kökü böyüdür, feildir. Amma böyük sifətindən böyüklük ismi düzəlib. Yəni sifətdən düzələn isimdir. Yanlış olduğuna görə götürürük, yanlışın altından. Deyir, cəm şəkilsi qəbul edə bilməyən toplu isimdir. Böyüklük sözü toplu isim deyil. Yəni, burada toplu isim yoxdur. 1, 4, 5 A variantı. 18-ci sualda cavab D variantı olacaq. Deyir, sifət ismi sualına cavab verir, qocadır. Burada kimdir demirik. Yəni, babam çox qocadır. Necədir qocadır? Yəni, D variantı. 19-cu suala keçək. Bəndlərdən birində numerativ söz kəmiyyət. Kəmiyyət fərqi, yəni elə bir numerativ sözü artıranda say çoxalır. Məsələn, 6 keçi, 6 baş keçi, eyni şeydir. Amma 5 odun, 5 maşın odun, biri var 5 odun, bir də var 5 maşın. Yəni hər maşında 100 dənə odun ola bilər. Bəlkə də yəni 1000 dənə odun ola bilər. Ona görə cavab B variantı olacaq. 20-ci suala buradan baxaq. Deməli, bax, bu cümlədə, yəni Venn diaqramda biraz vaxt aparan testi, qoca, burada adi. Birdən başlayaq. İsimdən düzəlmiş, düzəltmə isim işlənmişdir. Bağban sözünə diqqət eləsək, bağ, bağban. Yəni, burada düzəltmə isim var, biri götürə bilərik. Ancaq ikinci cümlədə düzəltmə isim yoxdur.
Üçüncüyə baxaq. Quruluşda sadə mürəkkəb sifət var. Qoca, sadə, güllü, çiçəkli, dağlar, mürəkkəb. Burada da çətin, sadə, daşlı kəsəkli isə mürəkkəb sifət götürə bilərik. Üçü də götürdük. Dördüncüyə baxaq. Mürəkkəb sifətin səs və hərf tərkibi fərqlənir. Bunu ortaq verib. Bax, güllü, çiçəkli, dağlar, daşlı, kəsəkli hamısında k-dan sonra samit gəlib. Yəni, bu iştirik olacaq. Bir də 5-ə baxaq. Feildən üzrən sifət işlənmişdir. İkinci cümləyə aiddir. Sürüşməkdən sürüşkən necə? Cavab A variantı. 6 niyə götürmürük? Çünki say işlənməmişdir. Götürüb bunu ikincinin altına verib. O biri cümlədə də say işlənmədiyinə görə, yəni ümumiyyətlə bu cümlədə say yoxdur heç birində, 6 ortada olmalıydı. Ona görə 1, 3, 4, 5. 21-ci suala diqqət edək. Deməli, müəyyən miqdar sayı işlənmişdir. Baxaq, 100 il, burada 1-ə A. Numerativ sözlər işlənə bilən qeyri-müəyyən miqdar sayı. Burada 12 nəfər insan, 12 nəfər adam, 12 nəfər nə bilim kimsə. Yəni ki, bu 12 nəfərlə işlənə bilər rahat. Bura B yazırıq. 1A, 2B. 3-ə də CD gedəcək. Yəni burada minlərcə bir də çoxlu, özündən sonra gələn ismin tək və cəmdə işlənməsi, yəni işlənə bilər. Məsəl üçün, minlərcə adamlar da deyə bilərik. Çoxlu dəftərlər də deyə bilərik. C variantı. 22-ci sualda ismin sualına cavab verən sifət və sifətin sualına cavab verən isim birbaşa cavabı deyə Y variantı. Mühəndis əskər, hansı əskər? Mühəndis hansı sualına cavab versə ayrılıqda isimdir. Burada böyük sözü ayrılıqda sifətdir. Böyük insan. Sadəcə burada şirkətin böyüyü, yəni mənsubiyyəti qəbul edib və isimləşib. Yəni burada sifət isimləşib, burada isə isim sifətləşib. Y variantı. 23-cüdə, yəni sinonimləri ardıcılıqla düzməliyik. Hər tərəfli sözü burada, yəni müfəssəl, hər tərəfli 5. Sonra ağız dolusu, yəni həvəslə 3. Cəbhələrdə vuruşan ordu və dənizçilər içərisində də qarışıqlıq var idi burada. Qarışıqlıq, yəni xaos. Bizim eşqimizdən bir xatirə tək bu kiçik töhfəni, töhfə burada ərməğan mənasında, qübbə, bu isə günbəz mənasında işlədə bilərik. 24-cü sualda işlənməmişdir deyir. Yalnız qrammatik mənəyə malik olan söz artıq var. Biri çıxırıq. Artıq, yəni bu köməkçidir. Eyni anda həm mənsubiyyət, həm də hal var. Qalası, qalasında mənsubiyyət yerli hal. Təkdə olan toplu isim yoxdur. Yəni baxa bilərik. Keyfiyyət bildirən sadə sifət də yoxdur. 3, 4. Qeyri-müəyyən yiyəlik halda olan xüsusi isim, Şuşa qalası, Şuşanın qalası. Burada qeyri-müəyyən yiyəlik haldadır, xüsusi isim. Təsirli halda olan isim yoxdur. Bir dənə diqqətlə baxaq. Zəfər bayrağı. Zəfərin bayrağı. Burada I mənsubiyyətdir. Yəni təsirli hal deyil bu. Qeyri-müəyyən yiyəlik halda olan xüsusi isim var, amma təsirli halda olan isim yoxdur. Bu mənsubiyyətdir. 3, 4, 5. Daha doğrusu 3, 4, 6. Yəni təsirli halda olan isim yoxdur. Bu 6-dadır. 6-nın altındadır. 5-də isə qeyri-müəyyən yiyəlik halda olan isim işlənmişdir. Zəfər bayrağı, Şuşa qalası, Şuşanın qalası, Zəfər bayrağında I mənsubiyyət. Rəqəm olaraq bunu düzgün qeyd eləyək. 3, 4, 6. Düzəltmə sıra sayılan deyir. 45 mürəkkəbdir. Minlərlə azacıq qeyri-müəyyən. Burada ıncı, yəni düzəltmə sıra sayı ıncı 4 variantı. 50-ci, filanıncı 3, 5. 26-cı sualda deməli hər iki sözə aid, bir sözə aid, heç bir sözə aid olmayan xüsusiyyətlər. Çaydan və döşək üzü hər ikisi isimdir. Qrammatik mənası yaşayan adını bildirir. Bu hər ikisinə aiddir 1. Deməli, yalnız bir sözə aid olan xüsusiyyətdir. Baxaq, çaydan sözünün biri var leksik kimi, yəni mətbəxdəki çaydan, bir də var çaydan keçdim, yəni kimdən, nədən, haradan. Bu çıxışlıq halda qrammatikdir. Biz bunu dəqiq deyənmərik. Amma döşək üzü sözündə döşəməkdən döşək. Bunu 100% deyə bilərik ki, burada yəni ki şəkilçisi var, yəni leksikdir. Ancaq bu sözə biz parçalayıb bir dənə söz kimi yox, bütöv söz kimi baxırıq. Yəni bunu rahat bir şəkildə deyə bilərik ki, bu mürəkkəbdir. Yəni tərkibində düzəltmə tutaq ki, şəkilçisi var, döşəməkdən döşək. Amma ümumən bu mürəkkəb sözdür, yəni döşək üzü. Bunu yalnız bir cür düşünürük. Sonra yəni yalnız bir sözə aid olan xüsusiyyət 4-ə baxaq. Tərkibində
leksik şəkilçinin işləndiyini əminliklə demək mümkündür. Bunu bayaq dedik. Bu 2, 1, 3, 4. Amma çaydan 2 cür düşünə bilərik. Dan leksik də ola bilər, qrammatikdə. 1, 3, 4. Bir də 5-ə baxaq. Mücərrəd isimdir. Xeyr, heç bir söz aid olmayan xüsusiyyət. Çünki hər ikisi konkretdir. 1, 3, 4, 5. 27-ci sualda elmi üslub. Burada baxsaq, şimal istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə dəyişən bucaq azimut adlanır. Bu 1-ə y-yə gedər. 2-də rəsmi şüzar üslubdur, yəni sənədlərin dili belə desək. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan, yəni vətəndaşların hüquq müdafiəsinə təminat verir və onlara hamilik edir. 2-yə B gedər. Bədii üslub da burada, məsələn, qartal yuvası kimi, sonra D variantında ürəyimdə yaratmışam bəxtiyarlıq dünyasını, yəni C ilə D. Burada elmi üsluba 1Y, rəsmi şüzara B və bədii üsluba CD. 3 sualımız qaldı, yəni situasiya sualları. Mətni yəqin ki, diqqətlə oxumusunuz, birbaşa suallara keçək. Mətndə oradakı məktəb sözü var idi. Məktəb sözü biri var. Məsələn, mətnə görə biz götürsək, bizə verilən kiçik mətnə görə, orada məktəb sözü həqiqi mənada işlənmişdir. Amma itirmək sözü isə ailəsini itirən, yəni orada itirmək sözü məcazi idi. Yəni, tünd hərflə verilmiş sözlərdə məktəb, bir də itirən sözü idi. Diqqətlə baxsaq, məktəb sözü tünd hərflə verilmiş sözlərin funksiyası, yəni poetik, məcazi, informativ, həqiqi. Məktəb həqiqidir. Yəni həqiqi yaza bilərik, informativ və yaxud da həqiqi. İtirən isə poetik, məcazi yazırıq. Və digər cümlədə tutaq ki, həyat məktəbi keçmək, məsələn. Həyat məktəbi burada məcazidir. Amma itirən poetikdə olduğuna görə həqiqidə işlətsək, tutaq ki, cibindəki pulu salıb itirdi. Yəni, bu mənada yaza bilərik. Burada 29-cu sualda təsis etmək, yəni nəyinsə əsasını qoymaq mənasında. Ölən adamdan sonra varislərə qalan mal, mülk, bura miras yaza bilərik. Tədqiqat da araşdırma, yəni o tədqiq etmək, araşdırmaq. Məsələn, belə yazsaq, düz olar. Gəldik 30-cu suala. Bu sualda, yəni müddəa fakt var. Bu 11-lərə, yəni ola bilsin ki, böyük ehtimal imtahanda düşə bilər. Çünki müddəa fakt çox vacib sual tiplərindən biridir. Burada diqqət etsək, faktda verib Aristotel varlığın mahiyyətini varlığın özündə axtarır. Maddədə yalnız pasiv başlanğıc görürdü. Baxaq bununla bağlı hansı faktlar var əlavə. Diqqət etsək burada, bax bu cümləni yəni qoymuşdular. Altına xətt çəkək. Bax bu hissədən başlayırdı təxminən. Bu cümləni yaza bilərik. Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir. Hisslərə, anlayışlara və təsəvvürlərə real aləmin törəmlərə kimi baxırdı. Bu cümlədə varlığın mahiyyətini varlığın özündə axtarır. Maddədə yalnız pasiv başlanğıc görürdü. Bax bu cümlələr var. İndi biz burada nələrə qoya bilərik? Əvvəlcə müddəanı tapaq. Müddəa, yəni tutaq ki, bir fikir irəli sürürsən, yaza bilərik ki, Aristotel müəllimindən fərqli düşüncədə olmuşdu və yaxud da maddi aləmlə bağlı Aristotel fərqli düşünürdü. Yəni, öz Platondan fərqli olaraq Aristotel maddi aləmin varlığı ilə bağlı fərqli fikirlərdə idi. Tutaq ki, bu cümləni müddəa kimi yazsaq, sonra isə yaza bilərik ki, fakt kimi varlığı qəbul edir. Hisslər və anlayışlara, təsəvvürlərə real aləmin törəməsi kimi baxırdı. Bu cümləni onsuz da fakt kimi vermişlər. Hətta özündən sonra bunu da yaza bilərik əlavə olaraq. Bu başlanğıc xüsusi aktiv başlanğıc formaya tabe idi. Sonra formasının fövqündə ən yüksəyində Allah dayanırdı. Bunları fakt kimi yazmaq olar. Amma müddəaya belə yaza bilərik ki, müəllimdən fərqli olaraq o maddi aləm haqqında fərqli fikirdə idi. Tutaq ki, belə bir cümlə yazmaq olar. Bu qədər. Biraz sürətli şəkildə izah etdim. Nəsə sualınız olsa, yəni hansısa bir sualla bağlı çətinliğiniz olsa, şərh bölməsində rəy yaza bilərsiniz. Ümid edirəm faydalı oldu. Təşəkkür edirəm.